Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavinləri, Suraxanı rayon MKTB-nin rəisi, Suraxanı Su Kanal İdarəsinin və digər qurumların əməkdaşları ilə birgə rayon ərazisində yağışın fəsad törətdiyi ərazilərdə baxış keçirib. RİH başçısı atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə yerində tanış olub. Adil Əliyev yağış sularının toplaşdığı ərazilərdə mövcud problemlərin tez zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib, əlavə nasos motorlarının, həmçinin texnikaların əraziyə cəlb olunması üçün göstərişlər verib. Qeyd edilib ki, hazırda Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsində yağışın fəsadlarının tamamilə aradan qaldırılması üçün RİH tərəfindən 330 metr iri diametrli borular, beton yüklar, dəmir yağış barmaqlılar alınıb və Suraxanı Su Kanal İdarəsinin işçilər tərəfindən ərazidə drenaj xəttinin çəkilməsi işləri aparılır.